Salam hər kəsə. Demək qızlar, bu gün Nərmin xanımdan üçlü tava dəsti sifariş vermişəm, hansı ki bu kvadrat, yumru, yəni dairəvi və ürək formalıdır. Möhtəşəm kekslər bişirmək üçün çox gözəl tavalardır. Diametri də çox idealdır, yəni zənnimcə. Demək qızlar, bir də əlavə olaraq qurudulmuş dondurmaların dadına baxmaq istədik. Bu ilk sınağımız idi. Tam dürüstcəsinə sizə deyəcəm ki, hansı daha möhtəşəm idi, hansını isə heç bəyənmədim. Olmağına çox şirindir qızlar. Çox şirin sevirsinizsə, sizin də ağız dadınıza uyğun olacaq. Demək qızlar, ilk öncə sizə tavalarımı göstərmək istəyirəm. Dediyim kimi kvadrat, dairəvi və ürək formasındadır. Qıraqlardan açılır və rahatlıqla alt hissəsini götürmək olur. Bilirsiniz ki, belə götürəndə daha rahat oldu. Yoxsa gözləyirik tava biraz soyuyur və altına soyuq əski qoyuruq ki, və çıxartmaq rahat olsun da. Amma beləncə olanda daha əlverişlidir. Burada sizə göstərirəm ki, qıraqlar necə açılır və ortası necə çıxır. Daha sonra kvadratda təqdim edirəm. Bu da həmən qayda ilə açılır. İndi isə keçəcəm dondurmalarımıza. Bananlı. Bu isə çeləklidir qızlar. Bunun da dadını belə də, yəni çox bəyənmədim. Ama pis değil. Yoxlamaq olar. Yəni yoxlamaq olar. Yaşıl qəşəngi. Ən qəşəngi qızlar yaşıl. Mənim xoşum gəldi. Qızlar, izlədiyiniz üçün təşəkkür edirəm.